Salamlayıram hər birinizi, əziz Xaçmaz Kiçik səhifəsinin izləyiciləri. Demək, mart ayının 20-si artıq bugündən deyəndə hardasa 15-dən artıq calaq mövsümü başlayıb. Yəni bilirsiniz ki, artıq göz calağının vurulma vaxtıdır və mənə çox suallar verilir. Yəni necə vurulmalıdır, vurulma qaydası, yəni budağın kəsimi, budaq kəsəndə necə kəsməliyik, calaq prosesi necə getməlidir. İstədim bu barədə qısa bir video çəkək, yəni çalışdığımız, bacardığımız qədər qısa video çəkib inşallah sizə nümayiş edəcəyik. Demək, öncə bizim işimiz ağac, yəni budaq kəsimindən gedəcək. Yəni bizə budaq lazımdır. Ondan sonra inşallah tingçilikdə bu prosesi izah edəcəm. Demək, öncə görürsünüz gilas ağacıdır və gilas ağacından kəsdiyimiz budaq nə cür olmalıdır, hardan kəsilməlidir? Yəni bunu da ətraflı istəyirəm sizə izah edeyim. Demək, gilasda əsasən kəsilmə budağı çöl budaq. Yəni çölə çıxan budaqlardan kəsmək lazımdır. Çünki çöl budaq daha sağlam və daha necə deyim, uzun ömürlü və daha keyfiyyətli budaq sayılır. Yəni iç budaqlardan məsələn bax görürsüz, bax bunlar iç budaqlar sayılır. Yəni budaq kəsərkən bir də onu da diqqətinizə çatdırım, son atılan zoğ, yəni axırıncı atılan zoğdan kəsilməlidir. Yəni gördüyünüz kimi baxın meyvə zoğu yox, sonuncu baxın atılan zoğ bizə lazım olan, calaq üçün lazım olan budaq bax bu cür budaqlardır. Bax indi bax burada görürsüz iç budaqlar da var. Bax burada iç budaq burada var. Sonra bax bu da iç budaq sayılır. Yəni bu bizə lazım deyil. Bizə sağlam olan daha, yəni kəsə bilsək daha da hündür budaq kəssək daha yaxşıdır. Yəni sağlamlığa görə. Baxın dostlar, çöl budaqdır. Yəni kəsim prosesi bax bu qaydada kəsdik. Bir də önəmli olan məsələlərdən biri, deməli, kəsərkən deməli gövdə hissəsindən, aşağı hissədən 3 dənə, 4 dənə tumurcuğu çalışın sındırın. Bunları vurmayın. Hətta 4 dənə deyərdim. Yəni daha təhlükəsiz olsun deyə. Deməli burada problem nədir? Yəni bizim başımıza çox gəlib. Artıq 10 ildən yuxarıdır, yəni calaq işi ilə məşğulam. Yəni tingçilikdə bu problem çoxdur. Deməli aşağı hissədə olan tumurcuqlar çox vaxtı gül yetişdirir. Biz bilirik ki, gül meyvə tumurcuğundadır. Yəni gül əsasən meyvə tumurcuğunda olur. Amma bəzən olur ki, bu budağın aşağı hissələrində olan tumurcuqlar da gül aça bilir. Amma çox yox, amma bəzən. Yəni işimizi qarantiya almaq üçün mütləq və mütləq yəni bu budaqlar kəsilməlidir. Kəsilməlidir ki, yəni bizə lazımdır zoğ budağı, yəni meyvə budağı yox, zoğ versin budaq. Yəni ağacdan kəsilmə qaydası budur. Çalışaq bir dənə də budaq kəsək. Bir də kəsərkən diqqətiniz tingçiliyimizdə olsun. Yəni o fikrinizdə saxlayın onu. Yəni fikrinizdə saxladığınız məsələ nədir? Kəsdiyimiz budaq tingçiliyimizdə olan cırlara uyğun gəlsin. Yəni tinglərlə uyğun gəlsin ki, bunu siyirib həmin cırlara vuranda, yəni həmin belə deyim də ağaclara vuranda, yəni problem olmasın. Məsələn biz qalın budaq kəsib siyirsək, onun gözü də enli olacaq və o oturması, yəni sizə vurduğunuz cırın, yəni onunla bir yerdə oturması bir-birinə uyğun gəlmir. Yəni çox enli olacaq göz, kəsdiyimiz, siyirdiyimiz göz çox enli olacaq və düzgün oturmayacaq. Belədə də kənarlardan hava işləyir, nə qədər də biz onu krokana sıxsaq da, yəni istər-istəməz hava işləyir. Yəni tutması biraz oduncağa yapışması problem ola bilər. Ona görə də tingçilikdə həmişə fikir verin, kəsdiyiniz budaq sizin istifadə etdiyiniz cırlardan, yəni onlardan uyğun gəlməlidir ki, rahat otursun və bağlamağı da rahat olsun. Yəni, budağı kəsdik, indi isə davamlı olaraq inşallah tingçilikdə də əlavəsini inşallah nümayiş etdirəcəyik. Deməli dostlar, bitomnikimizdəyik, yəni tingçiliyimizdəyik. Bizə lazım olan bax budaqları gördüyünüz kimi bax cırımıza uyğun kəsmişik. Yəni bu budağa uyğundur. Buna da bayaq dediyim kimi yəni diqqət yetirmək lazımdır. Demək bax siyirmədə istifadə edəcəyimiz alət yəni lezvadır. Bu bıçaqla da əvəz eləyə bilərsiniz, rezakla da əvəz eləyə bilərsiniz, hər hansısa bir alətlə də əvəz eləyə bilərsiniz. Bizim üçün uyğun olan lezvadır. Yəni mən də məsləhət görərdim ki, lezvadan istifadə edəsiniz, yəni bir tingçi olaraq. Çünki daha şəffaf siyirir, yəni gözü zədələməyə qoymur. Yəni belə deyim də kobud, yəni siyirilmə baş vermir də. Yəni daha şəffaf siyirir və belə deyim çox zədələmir, yəni gözü zədələmir. Yəni lezva daha sərfəlidir, yəni yaxşıdır. Bax siyirmədə öncə siyireyim, özünüz bir də yaxından çək görsünlər.
Bax, baxın dostlar, bizə lazım olan hissə, baxın, bax, gözün özəyi. Bax, bu hissədir. Yəni oduncağa yapışan hissədir. Bir də baxın, görürsüz göz necə şəffafdır. Yəni heç bir problem yoxdur. Yəni heç bir qaraltı, heç bir yəni problem yoxdur. Şəffaf gözdür. Bunu kəsərkən həmişə diqqətli olun. Bizdə bir video var. Mən onu paylaşacağam. Yəni kənarda bir yəni bir görüntü olaraq qoyacağıq. İndi onu siz də özünüz də görəcəksiniz. Yəni problemli göz necə olurdu? Yəni belə deyim də, qaraltı olur, ləkə olur. Yəni bu biraz problemli gözdür. Yəni bunlardan çox vaxt istifadə eləməyin. Yəni gələcəkdə problem ola bilər. Yəni xəstə ayıla bilər göz. Ona görə də çalışın təmiz və şəffaf, yəni gözləri siyirib istifadə edin ki, daha sağlam olsun. Yəni göz artıq calaq vurduğunuz artıq qələm noldan, yəni sıfırdan sağlam inkişaf eləməyə başlasın. Bax bu qaydada siyirdiniz. İndi budağın da siyirməsini göstəreyim. Dostlar, baxın, gözdən, yəni torpaqdan təxminən hardasa bir 10 sm hündürdə olsa kifayət edir. Bax, bu qaydada kəsdiniz. Biraz məsafə saxlayıb kəsib atırsınız və kontrol üçün hər ehtimala qarşı bax belə təmizləyin. Ola bilər nəsə bir şey qala bilər də, yəni gözün tutmasına mane ola bilər. Bax bu qaydada yerləşdirdiniz bu hissəyi. Görürsünüz necə uyğun kəsmişik, yəni tumurcuğu da. Bax, bu qaydada artıq hissəni kəsib atırıq. İndi isə kryokanın bağlanma prosesini göstəreyim. Bax, bu cür saxlayırıq. Sonra yəni bu işarət barmağıyla bax dəstək verib kryonkaya fırlatdıq. Всё. Yəni bu buradan çıxmaz. Heç vaxt çıxan şey deyil və davamlı olaraq kryonkanı yəni bax bir əlimizlə də gözü kontrol edərək, yəni qaçmasın. Bax bu qaydada kryonkanı bax belə sıxa-sıxa gətirdik üzü yuxarı. Bir də bu hissəni biraz möhkəm sıxmamız daha məsləhətlidir. Çünki ən çox yəni bizə lazım olan bu hissədir. Bayaq da sizə göstərdim, gözün özəyi dediyimiz yerdir. Yəni oduncağa yapışan hissədir. Ona bir dənə diqqət edin ki, yəni otursun yaxşı. Bir də ki, bax bu hissədən, bax bir də təkrar göstərim. Bu hissəni belə vurandan sonra aşağı çəkməyin. Çünki gözü zədələyə bilərsiniz, qıra bilərsiniz. Yəni kifayətdir. Bax bir qədər elədiniz, bəs eləyir. Bax bu qaydada. Gətirdiniz üzü yuxarı, bax işarət barmağıyla çəkib, bax bura boşluq yaradırsınız. Baş barmağınızla kryonkanı bu cür buradan uc hissəsini çıxarıb bax bu qaydada sıxırsınız. Çox kifayətdir. Bu buradan çıxan şey deyil. Bax bu qaydadadır dostlar, calaq. Yəni əlavə nəsə kiminsə sualı ola bilər, nəsə fikrimizdən çıxa bilər. Əlavə də indi şərh bölməsi açıqdır. Kimin nəsə bir fikri olsa, nəsə bir şey, yəni soruşmalı olsanız müraciət edin. İnşallah ki, cavablandıracağıq. Bax bu qədər dostlar. Allah işinizə aman diləsin. İnşallah gələcək videolarımızda inşallah görüşənədək. Sağ olun.